Qarabağa köçümüz var. Axır ki arzularıma çatıram. Biz seçimimizi Xocavənd rayonunun Hadrut qəsəbəsinə etmişdik. Dünən səbirsizliklə gözlədiyimiz o möhtəşəm xəbəri bizə verdilər. O xoşbəxt anları hətta Instagram səhifəmizdə bölüşmüşəm. İstəsəniz keçid edib baxa bilərsiniz. Bizi Xocavənd rayonunun Hadrut qəsəbəsinə püşk atmaq üçün Qaçqın.com-a dəvət elədilər. Biz də bu xəbəri səbirsizliklə gözlədiyimiz üçün ailəlikcə gedib iştirak etmək istədik. Bu həyəcanımı sizlərə sözlərlə başa sala bilmərəm. İllərdir üzünü görmədiyim o doğma yurdumuzdan ayrı düşmüşdük. Heç bir yerdə özümüzə yer tapa bilmirdik. Bu qayıdış bizim üçün yenidən dünyaya göz açmaqdır. Bunun üçün Rəbbimdən istəyim şəhidlərimizi cənnətdə ən uca məqamla dəyərləndirsin. Şəhid analarımıza isə Allah səbir versin. Həmçinin qazilərimizə Allah can sağlığı, səbir versin. İkinci olaraq isə bu şəraiti bizə yaratdığı üçün dövlətimizə təşəkkür edirəm. Qarabağın Hadrutunu sizlərlə bölüşmək üçün səbirsizlənirəm. Həftəyə köçümüzdür. Ona görə də videonu bəyənib səhifəmizi izləməyi unutmayın ki, Qarabağdan isti-isti görüntüləri bu səhifədən izləyəsiniz. Bizə verilən evi sizlərlə bölüşürəm. Şərhlərdə də xeyir dualarınızı almaq istəyərəm. YouTube səhifəmizdə bu proseslərin daha uzun formasını izləyə bilərsiniz.